Amazon Britaniyaya 54 milyard dolar investisiya qoyur. Elektron ticarət nəhəngi Amazon şirkəti Böyük Britaniyaya qarşıdakı 3 il ərzində 40 milyard funt sterling, təxminən 54 milyard dolar investisiya qoyacağını açıqlayıb. İki sahil xəbər verir ki, Amazon 2027-ci ildə istifadəyə veriləcək 2 müasir ambar inşa edəcək. Bundan əlavə, Hull və Northampton şəhərlərində bu və gələn istifadəyə veriləcək ambarlar da planlaşdırılır. Hər iki məkanda 2000 iş yeri yaradılacaq. Şirkət həmçinin Birləşmiş Krallıq boyunca yeni çatdırılma mərkəzləri quracaq, mövcud 100-dən artıq əməliyyat binasını təkmilləşdirəcək. Bu investisiya planına Amazonun bulut texnologiyaları bölməsi tərəfindən 2024-2028-ci illərdə data mərkəzlərinin inşası və istismarı üçün ayrılmış 8 milyard funt da daxildir. Hazırda Amazon ölkədə 75 min nəfəri çalışdırır və bu göstərici ilə özəl sektorda ilk 10-ğa daxildir.